Limon bitkisinin inkişaf və yaxşı məhsul verməsi üçün hansı gübrədən istifadə etməliyik? Bu haqda danışırıq. 30 aprel 2025-ci il. Yaxşı olar ki, limonun bu dövründə makro, böyük və mikro kiçik elementlərdən, gübrələrdən istifadə edək. Çünki bax gördüyünüz kimi hal-hazırda yaşıl kütlənin inkişafıdır. Bax zoğ və yarpaq inkişaf edir. Mütləq buna böyük elementlərdən azot lazımdır. Baxın, qönçə əmələ gətirmə fazası üçün, çiçəkləmə fazası üçün, meyvə bağlama fazası üçün mütləq fosfor, kalium və kiçik elementlər lazımdır. İşinizin rahat olması üçün sizə 2 gübrə adı qeyd edirəm. Birinci 10-52-10, yəni tərkibində 10% azot, 52% fosfor, 10% də kalium var və yanında da mikro elementlərlə zəngin olan mikromix. Yəni bunun da tərkibində bor, sink, dəmir və sair elementlər var. Bunların ikisini də qatışdırıb limonun həm kökündən, həm də yarpağından istifadə edə bilərsiniz. 10 litrə 20 qram 10-52-10 qatın. 10 qram isə mikromix qatıb, qatışdırıb kökdən istifadə edə bilərsiniz. Gələcək günlərdə başqa əlavə olaraq hansı gübrələrdən istifadə edilməlidir, yenə də sizə məlumat verirəm. Uğurlar.